Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videomuzun mövzusu xaricdə oxuyan tələbələrin işləyə biləcəyi potensial işlərlə əlaqəlidir. Başqa sözlə siz xaricə oxumağa gəlsəz hansı tipli işlərdə işləyə bilərsiniz? Əminəm ki, bu video xaricdə oxumaq niyyəti olan, istəyi olan gənclər üçün həddindən artıq faydalı olacaq. Onların valideynləri bu videoya baxırsa, onlar üçün faydalı olacaq. Hətta dost-tanışınız belə tipli videolarla maraqlısa, onlarla da bu videonu paylaşın, qoyun daha çox adam bu belə deyək də, faydalı məsləhətlərdən faydalansın necə deyərlər. Üzrlü sayın, bugünkü videomuzun bir balaca keyfiyyəti aşağıdır, çünki kamerada bir balaca problem var, amma təbii ki, dediklərimin o çəkilişə heç bir aidiyyatı yoxdur. Əminəm ki, dediklərim həddindən artıq sizə faydalı və maraqlı olacaq, baxmayaraq ki, çəkiliş bir balaca aşağı keyfiyyətlidir. Əvvəlcədən xahiş edirəm qəşəng bir dənə like qoyun, altdan şərhlərinizi yazın, dost-tanışla paylaşın kim ki xaricə gəlib oxumaq istəyir. Oxuduğu zaman da iş məsələləri ilə əlaqədar maraqlıdır. Onlar üçün bu video çox faydalı və maraqlı olacaq. Ən əsası da kanala abunə olub zınqrov düyməsini basın ki, daha çox adam bizi görsün. Yəni hər bir abunəçi yeni bir abunəçini gətirir və mən də çox motivasiyalı olaram ki, belə tipli videolar çəkim sizin üçün və sizə göstərim. Xaricə gələn, oxumağa gələn tələbələrin böyük əksəriyyətinin işləyə biləcəyi işlərin başında ən əsas təbii ki, part-time işlər gəlir. Yəni ki, yarımştat işlər gəlir. Yarımştat işdə mən burada hətta ofis işindən də danışmıram, ciddi deyim. Mən daha çox fiziki işlərdən söhbət açıram. Ofisiant işi ola bilər. Xaricə məsələn Avropaya gələn azərbaycanlı tələbələrin bir çoxu gedib dönərxanada belə işləyir. Eyni zamanda da maşın sürə bilirsinizsə və yaxud da velosiped sürə bilirsinizsə, kuryer də işləyə bilərsiniz. Hətta maşın sürə bilənlər bəzən taksi belə işləyir. Yəni başqa sözlə daha çox mən deyərdim ki, fiziki işlər, el arasında bunlara qara işlər də deyirlər. Yəni ki, baxırsınız necə adlandırırsınız. Yəni ən əsas təbii ki, 100%lik sizin tapa biləcəyiniz ən əsas iş budur. Təbii ki, daha ixtisaslısınızsa, daha belə deyək də, bir balaca həm fərasətlisinizsə, həmçinin eyni zamanda da sizin ixtisasınız da imkan verirsə, daha çox belə fərqli şəkildə işlər tapasınız, daha yaxşı işlər tapasınız, daha belə, yəni necə deyim də, ağ və yaxud da mavi yaxalıqlı belə deyək ki, işlərdə işləyəsiniz. Hə, elə olan halda freelance işləri falan da ola bilər sizin üçün. Eyni zamanda da bəzi yarımştat işlərdən də, yəni əsl belə ofis işi olan yarımştat işlərdən də, bəzənsə hətta tam ştatlı, yəni full time işlərdən də söhbət açıla bilər. Əgər ixtisasınız yaxşıdırsa, məsələn, ən çox da mən bunu IT ixtisaslarına, kompüter mühəndisliyi tipli ixtisaslara münasibətdə deyə bilərəm. Təbii ki, magistr tələbəsisinizsə, iş tapma imkanınız demək olar ki, 1-ə 5 artır. Yəni magistr tələbəsinə iş tapmaq daha rahatdır. Çünki magistr tələbəsinin universitetdə də bir balaca öhdəlikləri az olur deyə o məsələn çıxıb dərs danışmalı deyil hər dərs nəsə proje hazırlamalı deyil, hər dərs nəsə eləməli deyil. Bir çox hallarda hətta yəni mühazirələrə belə qoşulmasa olar. Bax elə ona görə də onlara iş tapmaq daha asandır. Bakalavr tələbəsisinizsə universitetdə sizin bir balaca incidəcəklər 100%, çünki bakalavr tələbələri daha belə aşağı səviyyədələr deyə onlara bir balaca öhdəlik çox qoyulur. Ona görə də sizin bakalavr tələbəsi kimi iş tapmağınız o qədər də rahat olmayacaq təəssüf ki. Amma təbii ki, yenə də IT ixtisasıdırsa və yaxud da nə bilim də, daha belə tələbatda olan ixtisaslarsa, məsələn mən Estoniyada burada yaşadığım ölkədə həmən bu bakalavr tələbələri kifayət qədər tanıyıram ki, hansı ki, tam ştatlı işlərdə işləyirlər, tam ştatlı ofis işlərində belə işləyə bilirlər. Çoxsu məsələn software developerdir, software engineerdir, yəni başqa sözlə bu bizim işlətdiyimiz mobil tətbiqləri düzəldirlər. Bəziləri web developerdir, saytlar, veb saytlar düzəldirlər və bəziləri isə data analist belə ola bilərlər, yəni data ilə işləyə bilərlər. Yəni o baxır sizin sahənizə də və nəyi bacarırsınız, hansı proqramlaşdırma dillərini bilirsiniz. Bax elə mənim fikrimcə ən belə, yəni mənim öz şəxsi təcrübəmdən də deyim ki, mən məsələn Estoniyanın özündə elə tərzdə iş tapanları çox görmüşəm. Sadəcə olaraq bir dənə bir haşiyəyə çıxım ki, belə tərzdə işləri tapmaq bir balaca ölkədən ölkəyə də dəyişə bilər. Nəyə görə? Çünki bir çox ölkə tələbəyə işdə işləməyə, ümumiyyətlə full time işdə işləməyə icazə vermir. Bir çox ölkə, indi məsələn mən Almaniyadan eşitmişəm bunu, Danimarkadan eşitmişəm, bir çox digər Avropa ölkələrindən eşitmişəm ki, tələbəyə icazə verilmir həftədə 20 saatdan artıq işləməyə. 20 saatdan artıq da nədir? Təsəvvür edin ki, 5 iş günü varsa hər gün 4 saatdan artıq işləyə bilməzsiniz. Bu elə demək olar ki, part-time və yaxud da yarımştat işlərin böyük əksəriyyəti belə olur. Tam ştatlı işlər çox zaman 40 saat olur. Bəzən belə biraz azaldı belə 37,5, amma yəni ki, əsas 40 saat olur. Buna da icazə verən ölkələrdən biri Estoniyadır, ciddi deyim. Bildiyim qədərilə Polşa da icazə verir belə şeylərə, Macarıstan da icazə verir.
ümumiyyətlə Şərqi Avropada belə, yəni ki, biraz belə qəddar qaydalar yoxdur ki, tələbə 20 saatdan artıq işləyə bilməz və yaxud da tələbəyə işləmək üçün ayrıca bir oturum izninin alması tələb olunur. Yəni belə əcaib-əcaib şeylər yoxdur. Bir balaca bu ölkələrdə daha belə fərdi yanaşma var, daha rahat yanaşma var və nisbətən də bu ölkələrdə tələbə üçün iş tapmaq nisbətən daha asandır. Ələxüsus yaxşı iş tapmaq, hansında ki, yaxşı maaş alacaqsan, normal işləyəcəksən tam ştatda. Əgər indi siz belə deyək də bir balaca dezavantajlı vəziyyətdəsinizsə, məsələn, sizin ixtisasınız sizə imkan vermir ki, rahat iş tapasınız. Məsələn, məndə belə idi. Mən hüquq ixtisasında oxuyurdum və hüquq da elə bir şeydir ki, hər ölkənin özünə məxsus bir hüququ var və hər bir ölkənin ən əsas da özünə məxsus dili var deyə sən hüquqşünas kimi o ölkədə işləyə bilməzsən, əgər yerli dili bilmirsənsə. Bilmədiyimizə görə də məsələn belə işlərdə, hüquq tipli işlərində işləmək olmur və yaxud da nə bilim customer support, yəni müştərilərlə işlə, yəni müştəriləri dəstəkləmək, o zənglərə cavab vermək falan işlərinə də çox da götürülə bilmirik. Əgər beynəlxalq kompaniyada deyilsənsə təbii ki, beynəlxalq kompaniyada bir çox hallarda götürülmə olur, əgər ingilis dilində customer support varsa. Yox, amma belə böyük halda məsələn də sizin ixtisasınız əgər dezavantajlıdırsa, yəni normal ixtisasınız yoxdursa, hansında ki, rahat iş tapasınız, məsələn, IT kimi və üstəlik də özünüz də bakalavr dərəcəsində oxuyursunuzsa, ixtisasınız çox güclü deyilsə, özünüz də çox belə, yəni ki, yəni əlavə şeylər bilmirsinizsə, məsləhətim o olardı ki, özünüzü inkişaf elətdirəsiz. İndi bu dəqiqə doludur da hər yerdə kurslar falan doludur. Yəni hara baxmırsınız kurslar var. Gedin 1-2 dənə əlavə bir bilik və yaxud da bacarıq öyrənin, hansının ki, vasitəsilə siz iş tapa bilərsiniz. Mən özüm şəxsən belə elədim. Gördüm ki, hüquqşünas kimi iş tapa bilmirəm. Getdim tamamilə başqa sahələri öyrəndim. İndi bu dəqiqə hüquq oxumuş adam gedib data steward vəzifəsində işləyirəm. Data sahəsində, IT sahəsində işləyirəm. Yəni həyat məni bura gətirdi də belə deyək. Yəni ki, siz də belə bir şey eləyə bilərsiniz, gedib oxuya bilərsiniz, əlavə şeylər və onunla da iş tapa bilərsiniz. Yox, əgər bunu eləməyə hələ ki imkanınız yoxdursa, başa düşürəm də, yəni kursları götürmək də pul tələb eləyir və yaxud da vaxt tələb eləyir və bunu da eləməyə sizin vaxtınız və yaxud da pulunuz yoxdursa, videonun əvvəlində dediyim kimi müəyyən fiziki işlərə gedə bilərsiniz. Burada mənim fikrimcə heç bir yəni ki, mənfi bir şey yoxdur, heç bir ayıb olası bir şey yoxdur. Mən özüm şəxsən tam ciddi deyirəm ki, tualet təmizlədiyim vaxtlar belə olub. Restoranda ofisiant işlədiyim vaxtlarda o restoranın bossu, restoran sahibi bəzən məndən istəyirdi ki, mən yəni ki, bağışlayın məni, tualeti, hamamı da orada təmizləyim, bir balaca oranı səliqəyə salım və təbii ki də mən ondan maaş alırdım deyə durub ona əks getməyə bir haqqım yox idi. Təbii ki, elə də olanda o məni qovacaqdı və maaşımı da yaxud da verməyəcəkdi. İşlədib. Elə ona görə də mən də bunu eləməyə məcbur idim. Amma təbii ki də, yəni burada utanmalı və yaxud da ayıb bir şey yoxdur. Mən konkret pulumu qazanmağa çalışırdım. Özü də Covid vaxtı yad bir ölkədə heç kəsim də yoxdur və heç bir köməyim də yoxdur. Və belə olan halda həddindən artıq belə deyək də, nə iş olursa, yəni ki, getmək lazımdır. Fiziki iş belə olsa, getmək lazımdır. Ofisiant, məsələn, mən partiya işlədiyim olub, oteldə, yəni camaatkarda olan sumkalarını daşıyırdım. Yəni belə tipli işlərə də gedə bilərsiniz, tapa bilərsiniz mənim fikrimcə. Heç bir problem yoxdur. Yəni elə eləmək vasitəsilə və yaxud da kuryer, taksi falan da işləyə bilərsiniz. Elə belə işlərdə işləyə-işləyə müəyyən qədər pul yığıb eyni zamanda da biraz tanışlıqlar falan qurub daha üst səviyyələrə keçə bilərsiniz. Sadəcə onlara biraz səbr lazımdır, biraz fərasət lazımdır və biraz da özünə inam lazımdır mənim fikrimcə. Bax belə, ümid edirəm bu video sizin üçün faydalı oldu. Əgər məndən fərdi məsləhətlər almaq istəyirsinizsə, mənlə fərdi əlaqəyə keçmək istəyirsinizsə, ya bu e-mail ünvanına, ya da bu Instagram hesabına yaza bilərsiniz. Məndən seanslar götürə bilərsiniz. Xaricdə təhsil, yaşam məsələlərinə əlaqədar, xaricə getmək istəyirsinizsə, biraz suallar içində qalmısınızsa, məsləhət verəniniz yoxdursa, mən burdayam təbii ki. Bu göstərdiyim kanallara yazıb mən əlaqəyə keçə bilərsiniz və sizlərlə seanslar təşkil edib bu barədə danışa bilərik. Yəni bu xidmətləri də sizə göstərə bilərəm bu barədə. Bu sahədə belə deyək ki, həddindən artıq çox geniş təcrübəm var. Artıq 6 il ki xaricdə yaşayıram. Artıq 10 ildir ki də təhsil sahəsindəyəm. İndiyənə qədər də öyrənirəm. Yəni ki, ingilis dilində lifelong learner deyirlər də, ömrünün axırına kimi öyrənən bir adama deyilən bir şeydir. Mən elə demək olar ki, ömrümün axırına qədər öyrənirəm. Və təbii ki də bütün bu öyrəndiklərimi də sizinlə bölüşmək mənim üçün çox xoş olar. Belə, ümid edirəm video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah'a əmanət.